Herkese salam. Bu dəfə fərqli bir mövzulu video ilə qarşınızdayım. İnşallah Allah qismət edərsə yaxın bir zamanda ana olacağam. İnşallah ki qızımız olacaq. Onun üçün etdiyimiz alış-verişləri sizinlə paylaşmaq istəyirəm. Mən özüm də bu tip videolara çox baxmışam. Nə almalıyam, nədən nə qədər almalıyam, nələr lazımdır, nələr lazım deyil, nələr funksionaldır. Onun üçün mən də belə bir video çəkmək istəyirəm ki, mənim də kimlərəsə bəlkə köməyim dəyər. Bu bənövşəyi dəsti Trendyoldan almışam. Velcro markasıdır. Həm süd vermə yastığı var, həm yuvası var, yorğanı var, balışı var. Yorğan üzü, balış üzü, belə bir komplekt bir dəstir. Bu isə türklərin dediyinə görə reflü yatağı, yəni biraz belə dik bir yataqdır. Uşağın boğulmağının qarşısını alır. Aldıqlarımın bir çoxu onlayn olduğu üçün kim nəyi istəsə mənə yazar Instagramda, linklərini göndərə bilərəm. Bu çanta da çox keyfiyyətli bir çanta idi. Özüm belə bir rəng istədim. Mənim əslində belə neytral rənglərdən daha çox xoşum gəlir. Mənim nə çox şit rozovu, nə də ki çox şit göy rənglərdən heç xoşum gəlmir. Onsuz da alış-verişimdə görəcəksiniz ki, qızım üçün aldıqlarımızın heç birində çox şit rozov rənglər yoxdur. Açıq pudra rəngləri, çəhrayının hansısa bir tonlarıdır. Paltarlarını ən sona saxlamışam. Düzdür, paltarların hamısını çəkməmişəm. Sadəcə 1-3 aylıq paltarları çəkmişəm. Paltarları çoxdur həddən artıq. Yəni 1 yaşına qədər olan ölçüdə paltarlar var. Amma mən sadəcə 1-3 ölçünü çəkmişəm. Bunlar yaş salfetkalardır. Baby Dream markasının. Endirimdəykən stoklamışıq. Ona görə bu qədər çox görsənə bilər. Bunları isə qaynanam Alman mağazasından alıbdı. Bilmirəm hansı mağaza idi. Amma bunlar da təmiz tərkiblidir. Bir dənə isə Chico'dan var. Bir dənə bu sadəcə 9 manatdır. Məncə yəni heç dəyməz. Bunu mamam ilkin vaxtlarda almışdı. Bu isə pambıqdır. Bu da Baby Dream markalı yaş salfetkanın belə bir qabıdır və içində də 80 dənəli yaş salfetka var. Ağzını açandan sonra bunun içərisinə qoyub istifadə etmək daha rahatdır. Bu isə tək istifadəli plyonkalardır. Amma əlbəttə ki, bu tək istifadə olunmur. Yəni çirklənənə qədər istifadə etmək mümkündür. Pampers olaraq isə Huggies seçim etmişik. Huggies'in Elite Soft və bu çəhrayı rəng ultra komfort olan qız uşaqları üçün olan ölçülərindən, hələ ki 1, 2, 3 nömrəli ölçülərindən minimum 200-220 ədədlik almışıq. Ixion markasının hava nəmləndiricisi və kamerasını da almışıq. Bunlar da paltarlarını yumaq üçün, qablarını, butulkasını yumaq üçün olan vasitələrdir. Chico'nun bir ətirləndiricisi və Domol'un bir paltar yuyucusu hal-hazırda çamaşırxanamdadır. Onları gətirmədim bura. Bunlar da baxım məhsullarıdır. Ağız təmizləyən, daha sonra burun təmizləyən, qulaq çöpləri. Qızımın bədəninə istifadə etməyə Chico'nun məhsullarını seçdik. Təmiz tərkibli olduğuna görə bunları seçim eləmişəm. Amma irəlidə necə olacaq bilmirəm. Ola bilər ki, başqa firmaya da keçə bilərəm. Bəzilərinin üzərində streç film var. Onlar çatdırılma ilə gələnlərdir. Onları hələ streçlərini açmamışdım. Belə qayça seti almağımıza baxmayaraq, məncə mən ilk başlarda qorxaram qayça ilə dırnaq kəsməyə. Ona görə bir çox xanımlarda gördüyüm elektron törpüdən almışam. Bilmirəm onu göstərdim yoxsa göstərəcəm. Bu da Chico'nun termometridir. Bunlar sabunlardır, amma sabunları inanmıram ki, istifadə eləyim. Bəlkə də eləyərəm, hələ ki bilmirəm. Bunlar isə orqanayzerlərdir sürmələrə görə. Şkaflara yığdıqlarımı belə necə gəldi göstərəcəm. Bu mama qabıdır, yəni smes qabıdır. 6 aydan sonra istifadə etmək üçün olan bu qab. 6 aydan sonra istifadə üçün əmzik qabı. Bu meyvələri vermək üçündür. Bu həm də kəpək darağı kimi də gedir. Başını yumaqda istifadə etmək üçün də gedir. Ondan da bir də belə bir dəst almışdım. Bunu əsasən xonça üçün almışdım. Bu
Bu da belə bir oyuncaqdır. Butulkalarını da Chico'dan seçdik. Chico'nun bu dörtlü naborundan içərisində bir dənə 0-2 aylıq əmziyi də var və bir dənə də butulka təmizləyəni var. Bundan əlavə isə termos olaraq da Chico'dan seçim etdim. Bu da diş qaşıyandır. 4 aydan sonra istifadə üçün belə bir qaşıqlı qabdır. Bu isə qızımın ilk oyuncağı olacaq. Yuxu dostum. Bu da belə bir şeydir. Bu isə butulkaları təmizləmək üçündür. Bu da ilk alınan oyuncaqlarındandır. Əmzik askısıdır. Qolları olan belə bir fartukdur bu. 6 aydan sonra yəqin ki lazım olacaq. Həmçinin bu da. Bu da silikondan olan yemək dəstidir. Həm önlüyü var, həm qaşıqları var, həm stəkanı var, həm də belə bir qabı var. Başı üçün düz yastıqdır. Belə bir ramka almışam Temudan. Həm əl-ayaq izini möhürləmək olur, həm də bu tərəfinə isə 12 ayına qədərki şəkillərini qoymaq olur. Bu da çəkilişlərdə lazım olacaq ay, gün, il, fiqurlu taxtalardır. Onu deyim ki, çox keyfiyyətlidir. Bu da moykanın yanına qoymaq üçün, butulka yumaq üçün dəstir. Bu həm də qurutmalıqdır. Yəni orada çubuqlar var. O çubuqları qapaqlarına keçirirsən, butulkanı da üzərindən qoyursan, suyu süzülür. Bunları da Trendyoldan almışam. Şəkilləri var üzərində. Nə üçündür görə bilərsiniz. Bunları istifadə etdikcə açacağam. İçərisini doldurmaq lazım olduqda dolduracağam. Onda da sizə göstərəcəm açıq formada. İndidən açmıram ki, ortalıqda çox şey var. Həm çirklənməsin, həm də ki qarışır onda aləm dəyir bir-birinə. Bundan sonraki bir çox videomda yəqin ki bu mövzulu olacaq. Bu da qola keçirmək üçün əmzirmə yastığıdır. Bu da bayaq göstərdiyim o rozlu dəstlərin belə bir oyuncaq qabıdır. Amma mən bunu çirkli paltar səbəti olaraq istifadə edəcəm. Bunu da bacım hədiyyə eləyibdi. Xəstəxana çıxışı geyimidir. Çox gözəldir. Həm materialı gözəldir, həm rəngi gözəldir. Sağ olsun. Bunları bayaq göstərmişdim. Bunlar belə dəst formasındadır. Çox gözəldir. İçində çox predmeti var. Hətta belə bir hörüyü də var. Kim istəsə mənə yazar, mən linklərini göndərərəm. Bunu da binədən aldıq. Suyun temperaturunu ölçə bilən belə bir vanna dəstidir. Dörtlü vanna dəstidir. Sonra belə bir adyal var. Unicornlu adyaldır. Bunu çox bəyəndim. Çox gözəldir. Mütləq ki bunu xatirə olaraq saxlayacağım sonra. Hardan alınıb soruşsanız, Nərimanovda Tumurcuq mağazasından mamam alıb. Yəni dəqiq yerini bilmirəm hardan alındığını, yəni ünvan olaraq harda yerləşdiyini. Onu bilirəm ki Nərimanovdadır. Burada da dəsmalları var. Belə müslüm parçalar deyirlər, əskilər deyirlər. Onlar var. Bunlar hələ ki yumamışam. Yuyub, ütləyib yerləşdirəcəm. Burada da əmzirmə ilə bağlı olan lazımlı məhsullar var. Bunların hər birini mən polkalara yerləşdirəndə orada da bir də sizin üçün çəkəcəm. Bu orqanayzerləri də sevərək almışam. Bunun bantiki qopub onu yapışdıracağım. Bunları da qoyacağım komodun üzərinə. Qızımın adı Elay olacaq inşallah. Bunu da Temuda düzəltdirmişəm. Burada isə biraz qarışıqdır. Necə qarışıqdır? Ancaq dekor məhsullarıdır. Şarlar, daha sonra konfetlər düzəltmək üçün o konfet qabları. Buranı ayrı bir videoda çəkib göstərəcəm sizə. Çünki onları özüm düzəldəcəm. Pampers xonçasıdır və bəzi konfet qablarıdır. Bu qutular mənim o cehiz qutularım idi. Amma indi bu qutuların içərisində qızımın paltarları var. Aylara görə bölmüşük. 0-3 ay bir qutuda, 3-6 bir qutuda, 6-9 bir, 9-12 bir, hətta 10, yəni 1 yaşından sonra da bəzi paltarları var. Mən paltarlar bir-birinə qarışmasın deyə 0-3 ayları bir yudum qurutdum, ütlədim, yerləşdirdim. 3-6-nı da, 6-9-u da hal-hazırda 9-12 aylığın paltarları qalıb, hələ ki onları eləməmişəm. Həmin kadrlarda çəkmişəm. Sadəcə onları bu videoda yox. Bundan sonra yükləyəcəyim videoda yerləşdirəcəm. Ki həm video çox uzun olmasın, siz sığılmayasınız. Burada sadəcə 0-3 aylıq paltarları göstərəcəm.
Ondan sonraki paltarların heç birini çəkməmişəm. İnşallah ki, dolabına yerləşdirəndən sonra orada göstərərəm sizə paltarların. Mən özüm hər hansı bir tövsiyə verə bilmərəm ki, nədən nə qədər almalısınız. Yəni yeni ana olacaq xanımlara. Çünki mən özüm də dəqiqliyini bilmirəm. Mən də elə orada, burada, o videodan, bu videodan baxıb demişəm. Onu bəlkə mən yəqin ki, uşağı geyindirəndən sonra deyə bilərəm ki, nədən nə qədər almaq lazımdır. Bəzi videolar var ki, orada xanımlar deyir ki, 0 aylıq, yəni 1 aylıq paltarlar almayın. Amma bəzi həkimlər və bəzi videodakı xanımlar deyir ki, yeni doğulmuş uşaqlara sırf 0-1 aylıq paltarlar alınmalıdır ki, uşağın əynində çox böyük olmasın. Çünki çox böyük geyimlər uşağı istidən qorumur. Buna görə də biz 0-1 aylıq paltarlardan da bir qədər almışıq. Mənim də xoşuma gəlir ki, uşağın əyninə paltar tam otursun. Böyük olanda uşaq çox belə cılız görsənir. Mən bütün paltarların hamısının birdən etiketlərini kəsib, yuyub, ütüləyə də bilərdim. Sadəcə elə bilirdim ki, yəni qarışacaq ölçülər bir-birinə. Ona görə də ən yaxşısı ay-ba-ay bölməkdir. 0-3 ayı bir etiketlərini kəsib, yuyub, ütüləyib yerləşdirmək daha rahatdır. Nəinki bütün ölçüləri birdən. Mən çünki görmüşəm, videolarda bəzi xanımlar elə edir. Onda da qarışıq olur. Otaq turu videosu gələcək. Otağına mebel düzəltdirmişik. Həm dolab, həm bələmə masası, həm yatağı, həm elektron yatağı. Bunlar hamısı var. İnşallah ki, otağı tam içərisini, yəni dolabların içərisini mən doldurandan sonra bir dənə də ümumi otaq turu videosu çəkəcəm. Dolabı yekə olduğuna görə mən bütün paltarlarını demək olar ki, çox açıq belə rahat vitrin formasına düzəltmişəm. Yəni qatdalama formam belə klassik hamıdakı kimi deyil. Daha rahat, daha sərbəst formadadır. Onu da paylaşanda görəcəksiniz. Buradan 1-3 aylıq paltarlarını detallı çəkirəm. Amma bundan sonraki digər ayları belə çəkmirəm. Çünki elə bilirəm ki, belə çəkməyi hamıya maraqlı deyil, sıxıcı gələ bilər. Sadəcə istədim ki, bunları heç olmaya görəsiniz. Xonçalarımdan pampers xonçasını özüm düzəldəcəm. Çox gözəl bir ideya var ağlımda. Həmçinin paylamalıq konfetləri, paylamalıq nabatı, bunları da düzəldəcəm. Mən özüm çox araşdıran biriyəm, axtaran, araşdıran və bu aylar müddətində də çox araşdırmışam, axtarmışam. Ona görə də o cəhətdən də bildiklərimi də sizinlə paylaşacağam. Videom artıq sonlanmağa doğru gedir. Əgər videomu bəyəndinizsə, bundan sonra da bu videoların davamının gəlməyini istəyirsinizsə, mənim bu videomu like etməyi, şərh yazmağı, abunə deyilsinizsə, abunə olmağınızı istəyərəm. Mən də həvəslənəm bu videoları çəkməkdə. Artıq axır həftələrim olduğuna görə biraz enerjim aşağıdır. İşimi görürəm, lakin videoya çəkmək biraz daha çox zaman alır. Ona görə də istəyərəm ki, videolarım yaxşı baxış yığsın ki, mən də həvəslənəm bu videoları çəkməkdə davam eləyim. Övlad yolu gözləyən, bu hissin həsrətində olan hər kəsə Allah bu hissi dadmağı nəsib eləsin inşallah. Bu videonu izləyən hər bir xanıma bu video çox düşərli olsun. Hələlik.